Ona görə alimlər bu hədisi həm də nəyə aid eləyiblər? O Quran və sünnədə bütün dəlillər eyni deyil axı. Bütün dəlillər eyni deyil. Əl-İmran surəsi 7-ci ayədə Allah Azze və Cəllə buyurur ki, Huvəl-ləzi ənzələ aleykəl kitab, minhu əyətun muhkəmət, hunnə ummul kitab və uxaru mütəşabihət. Quranda bəzi ayələr möhkəmdir, bəzi ayələr nədir? Mütəşabihdir. Mütəşabih ayələr hansı ayələrdir? O ayələr ki, yəni onu başa düşmək üçün möhkəm dəlillərə ehtiyac var. Ona görə alimlər qayda olaraq nə deyirlər? Və bu barədə bizdə ayrıca dərs var. Mütəşabihül Qur'an yuraddu iləl muhkəm. Qur'anın mütəşabih ayələri möhkəm ayələrə qaytarılır. Hə? Bu qayda var ha. Bu qaydanın dəlillərindən birisi bilirsiniz nədir? Bu hədis. Baxın, insanın qəlbi, nəfsi, ağlı möhkəm olan dəlillərlə, istər o ayə olsun, istər hədis, bununla tam mutmain olur, yoxsa mütəşabih olanlarla, möhkəmlərlə. Əksinə, mütəşabih insanı şübhəyə sala bilər. Ona görə zeyğ əhli, bidət əhli, şər əhli daima sənə şübhə salmaq üçün adətən Quranda olan və ya sünnədə olan mütəşabih dəlillərlə gəlir. Adətən belədir. Niyə? Sual, niyə görə Quranda mütəşabih dəlillər var? Allah özü belə istəyib. Axı, bayaqları ayə oxuduq. Allah özü deyir ki, ey Muhammed, sənə Qur'anı mən indirmişəm. O Qur'anda olan ayələrin bəziləri möhkəmdir, bəziləri mütəşabih. Və qəlbində zeyğ olanlar, qəlbi xəstə olanlar Qur'anda olan mütəşabih ayələrin dalınca düşürlər. Hə? Bu zeyğ əhlinin əlamətidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, də'mə yəribuk. Səni şübhəyə salacaq şeylər tərk ilə nəyə yönəl? Şübhəyə salmayacaq şeylərə. Bu hədisdən alimlər bu qaydanı çıxarıblar ki, raddul mütəşabihil Qur'an iləl muhkəm. Yəni, Qur'anın mütəşabihi möhkəmə qaytarılır. Aydın oldu? Eyni ilə hədisdə gəldiyi kimi. Yəni, sənin qəlbi narahat edəcək şeylər tərk ilə, mütəşabihlər tərk ilə, qayıt nəyə? Qayıt möhkəm dəlillərə. Çünki qəlb möhkəm dəlillərlə rahat olacaq.